Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugün at the shop, mağazada mövzusu haqqında danışacağım. Danışıq səviyyəsini inkişaf etdirmək istəyənlər üçün. Bu, başlanğıc səviyyə üçün olan bir videodur. Başlanğıc səviyyə olmasaz belə, düşünürəm ki, faydalı olacaq sizin üçün də. Onu da qeyd edeyim ki, söz önünə diqqət edin. At sözün istifadə olunur shopla. At the shop, mağazada. A customer, a customer. Customer alıcı deməkdir. Dostlar, videonun sonuna doğru sizə başqa bir video izlədəcəm. Mağazada geçən bir danışıqdır. Və həmin videodakı cümlələrdən bura nümunə yazmışam. Bunlar istifadə olunacaq orada. Məsələn, alıcı deyə bilər. Do you have a bottle of water? Do you have a bottle of water? Sizdə bir şişə su var. Və ya, can I have a bottle of water, please? Can I have a bottle of water, please? Mən bir şişə su ala bilərəm. Və ya, lap qısa desəz, a bottle of water, please. Bir şişə su zəhmət olmasa. Və sonunda da qiymət soruşmuş ola bilərsiniz. How much is this? How much is this? Neçəyədir? A shopkeeper, satıcı. Satıcının istifadə edəcəyi cümlələr. Can I help you? Can I help you? Sizə kömək edə bilərəm. Would you like a bag? Burada would-la yunun belə would you deyil, would you. Would you like a bag? Sumka istəyirsiniz, çanta istəyirsiniz və ya kulok istəyirsiniz. Bag-la deyəcəyiz sonunda. Is that everything? Bu qədər. Yəni aldıqlarınız bu qədərdir. Sonda sual verə bilər satıcı. That's £1.99. Dostlar, burada nöqtəni oxumayacaqsınız. Biri dedikdən sonra valyutanı, pulun deyirsiniz. £1. Pound, funt sterling. 99. Məsələn, 5 manat 20 qəpik demək istəyirsiniz. Onda it's 5 minutes 20. 5'i deyirsiniz, manat deyirsiniz, sonra 20 rəqəmi deyirsiniz. Və burada bir neçə əlavə ifadə var ki, videoda işləyəcəksiniz, həmçində lazım ola bilər. Gündəlikdə də lazım ola biləcək ifadələrdir. Here you are. Here you are, buyurun deməkdir. Change. Change xırdadır. Let's see. Baxaq, baxaq görək. Belə istifadə olunacaq. Videoda görəcəksiniz, satıcı baxmaq istəyir alıcının aldıqlarına, orada istifadə edir. Let's see. İndi isə video istəyək. Video ilə bağlı sizə suallarım olacaq. Diqqətiniz burada olsun. Hi, can I help you? Hello, how much is this magazine? Let's see. Top Sounds, that's £1.99. Okay, can I have the magazine? And do you have a bottle of water? Yes. Have you got cold ones? Over there in the fridge. Is that everything? I think so. Oh, and these sweets. Okay. How much is that? That's £3.40, please. Here. Thank you. And there's £1.60 change. Would you like a bag? No, it's fine, thanks. Bye. Bye. İndi isə satıcı deyəcək, siz isə özlüyünüzdə alıcının sözlərini deməyə çalışın. Əslində veriləcək, onu oxuyub ucadan deyin. Hi, can I help you? Let's see. Top Sounds, that's £1.99. Yes? Over there in the fridge. Is that everything? Okay. That's £3.40, please. Thank you. And there's £1.60 change. Would you like a bag? Bye. Bu
Bu qədər dostlar, bugünkü videomuzdan da suallarınız, şərhləriniz olarsa şərh bölməsində yerləşdirin. Bundan əlavə mən şərh bölməsinə sizin üçün çalışmalar yerləşdirəcəm bu video ilə bağlı. Etməyi unutmayın, həmçinin cavabları yerləşdirəcəm, sonradan yoxlaya bilərsiniz. Bugün bu qədər, hələlik.